Salam, bugün sizlərlə bərabər Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin faciəsinin məzmununa və təhlilinə baxacağıq. Başlamazdan əvvəl də onu qeyd edim ki, Müsibət Fəxrəddin faciəsi nəsrlə yazılmışdır və ilk faciədir. İndi isə gəlin baxaq. Bunlar Fəxrəddin bəy, Mələk xanım, Şahmar bəy və digərləri isə belə yazılan ilk başda verilən yerləri remarka adlanır. Yəni bunlar hər bir obrazın özünə aid bir xüsusiyyətləridir. İndi isə başlayaq. Deməli, Fəxrəddin bəy cavan oğlan Darülfünun tamam etmiş, Mələk xanım onun anası. Deməli, Fəxrəddinin anasının adı Mələk xanımdır. Şahmar bəy cavan oğlan onun qardaşı. Demək, Fəxrəddinin qardaşının adı Şahmardır. Hacı Muradla Xəlil cavan nökərlərdir. Yəni bunlar da Fəxrəddinin yanında olanlardır. Rüstəm bəy böyük mülkədar. Bu mənfi obrazdır. Mahmud bəy onun cavan oğlu. Demək, Rüstəmin 2 oğlu varsa, birinin adı Rəşiddir, birinin də adı Mahmuddur. Deməli, Mahmud onun ölməyən oğludur. Yəni digər yerlərində görəcəyik ki, Rəşid, yəni Fəxrəddinin atası Heydər tərəfindən öldürülübdür. Deməli, Mahmud bəy onun cavan oğlu, Sadət xanım onun qızı. Deməli, Rüstəmin Mahmud və Sadət adlı uşaqları var. Gülbahar xanım Mahmud bəyin övrəti, Fəxrəddinin bacısı. Demək, belə çıxır ki, Fəxrəddin bəyin həm Mələk xanım, Şahmar bəy onun qardaşıdır, Gülbahar xanım isə onun bacısıdır. Əhməd və Vəli Rüstəm bəyin cavan nökərləridirlər. Daha sonra Hürü, yəni Hürü nənə qoca övrət və qulluqçudur. Cahangir bəy cavan oğlan mülkədardır. Digər yerlərində də görəcəyik ki, Cahangir bəy Sadət xanımı sevir. Daha sonra Fərhad və Məhərrəm. Bunlar da Cahangir bəyin dostlarıdır. Gəlin indi isə əvvəlinci məclisdən başlayaq. Deməli, vaqe olur Rüstəm bəyin otağında. Avropa qaydasında bəzənmiş Rüstəm bəy əyləşib səndəli üstə tək. Deməli, birinci məclis harada baş verir? Rüstəm bəyin evində. Rüstəm bəyin evində. Daha sonra Rüstəm bəy tək. Yəni ilk başda da görürük ki, başlanğıcında Rüstəm bəyin monoloqu ilə başlayır. Görək Rüstəm bəy nə deyir? İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam. Həmişə və hər yerdə düşmənə faiq gəlmişəm. Bir Allahdan savayı heç kimdən qorxmamışam. Mən haman Rüstəməm ki, top dağıtmaz Zümşüd bəyin evini xaraba qoydum. Deməli, Zümşüdün evini xaraba qoyub, mənə bir təşəkküs satmaqdan ötürü Kərim xanın yurdunu xaraba qoydum. Deməli, bu Zümşüd və Kərim xanın yurdunu xaraba qoyub. Tarmar elədim. Evinə od vurdum, külün havaya sovurdum. İndi mən bir ağızdan süd iyi gələn cavandan qorxacam. Burada görürük ki, ağızdan süd iyi gələn cavan Fəxrəddini deyir. Bir az görməmiş, tüfəng əlinə almamış, övrət sifətdən uşaqdan çəkinəcəyəm. Mən deyib ki, Rüstəmi zamanə heç vaxt. Görək Fəxrəddin atası Heydər bəydən. Deməli, burada bayaq dedik ki, Fəxrəddin bəyin atasının adı Heydərdir. Heydər bəydən qoçaq mı olacaq ki, əli qılıncı qabağımda, dovşan taz qabağında qaçan kimi vaziyirdim. Daha sonra özün öldürdüm. Deməli, burada deyir ki, Rüstəm bəy deyir ki, Heydər bəyi öldürdüb, qızını güclə oğluma, yəni Mahmuda, Gülbaharı evləndirdim. Qardaşların bu vilayətdən itirdim. Yəni ki, Fəxrəddinin əmlərini vilayətdən itirdim. Burada da biz də belə başa düşürük ki, Rüstəm bəyin öz dilindən ifşası var. İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, yəni ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlanı qanı yerdə qalsın. Yəni burada deyir ki, Rəşidin qanı yerdə qalmayacaq. Bir tərəfdən o 3 nəfəri həm Heydər bəyin qızını, həm özünü öldürdü, qızını oğlu Mahmuda gəlin gətirdi və əmilərini də vilayətdən itirdi. Bu hələ yəni qan davasından doymayıbdı. Daha sonra
İndi bunun da digər məqsədi var ki, Fəxrəddini öldürsün. Gəlin indi görək nə deyir. O mən deyiləm. Əhməd Vəli. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrətləcəyi olsun. Əlini başına vurur. Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər. Aha, burada biz görürük ki, artıq o deyir ki, yəni Fəxrəddin mənim oğlumun qanının layiq olar. Mən gərək o evi xaraba qoyam. Vəli bellərindən xəncər, tapanca daxil olub baş əyirlər. Daha sonra Rüstəm bəy deyir: Fəxrəddin bəy Heydər bəy oğlu deyirlər. Gəlibdir. Onu görəniniz varmı? Ölünəcən məndən əlləşən atası Heydər bəyə bənzəyirmi? Əhməd deyir: Xeyr, ağa, görməmişik. Ancaq belə söyləyirlər ki, çox qəribə oğlandır. Alçaq, mülayim. Əlavə deyirlər ki, öz riayəti üçün mülkündən azarxana və məktəbxana açdırıb, yəni ki, azarxana aptekdir. Məktəbxanada normal məktəbdir. Həkim gətirib, mama gətirib. Aha, biz burada başa düşürük ki, Rüstəm bəy Fəxrəddini görməyibdir, onun necə bir insan olduğunu bilmir və Fəxrəddin bəy haqqında da məlumatı Əhməd bəydən eşidirik. Və eşidirik ki, o öz mülkündən azarxana və məktəb açdırıb və həkim gətirib, mama gətiribdir. Daha sonra Rüstəm bəy deyir: Eşitmişəm, Fəxrəddin tamam dünyanın gözü olsa, yenə mənim oğlum Rəşidi əvəzi deyir ki, onu Heydər bəy para-para eləmişdi. Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kəmallı, ağıllı olsa, mənə bir elə o qədər xoşdur. Çünki onu gəzə oğlumun qanına layiq əvəz göndərib və mənim üçün məqami intiqam. Yəni deyir ki, mən oğlumun qanını ancaq Fəxrəddini öldürməklə alaram. Yəni intiqamı belə alacağam ki, Fəxrəddin öləcək. Əhməd Vəli. Rəşidimin yadigarları. O bədbəxt gecə. Rəşid can verən zaman bizi əhd peyman elədik, öz aramızda əl tutuşduq və o əhd peyman yadınızdan çıxmayıbdır ki, Əhməd deyir: Xeyr, ağa, elə halət, elə məqam yaddan çıxa bilməz, mümkün deyil. Və adın kişi qoyanın sözü bir gərək. Başımızdakı papaqdır. Ağa, övrət ləçəyi deyil. Vəli deyir: Əvvəl-axır ölümdür. Ağa, qoy can puç olsun. Qeyrət yolunda, namus yolunda. Rəşid ağamın müsibətini unutmaq olmaz. Hər kisə deyirlər ki, yəni biz əhd peyman eləmişik ki, yəni onun əl tutmuşuq ki, həmin o anı biz yadımızdan çıxartmayacağıq. Rüstəm bəy deyir: Mərhaba, mərhaba. Cavabınız mərd yiğidin cavabıdır. Çörəyim sizə halal olsun. Əgər sizlə bir yerdə oğlum biçarə Rəşidim sağ olsaydı, o da mənə belə cavab verərdi. Hardasan oğul, belimi sındıran oğul. Yaraların yadıma düşəndə dünya və ailəm başıma aylanır. Bədənim od tutub yanar. Burada bədənim od tutub yanması mübaliğədir. Başımdan tüstü çıxır. Oğul, oğul, sənin qanın yerdə qoymaram, oğul. Qəbirdə rahat yat. Hərgah meydanda tək qalsam, yenə düşməndən əl çəkməyəcəm. Daha sonra Rüstəm bəyin yenə tək monoloqu var. Hərgah mənim oğlum Mahmudda namus qeyrət olsaydı, deməli, Mahmud da bunun oğlundan biridir. Mənim nişanələrimin yüzündə biri onda tapılsaydı, o indiyə kimi qardaşının intiqamını almışdı və məni bu dərddən xilas eləmişdi. Hayf sənə oğul, heyf sənə Rəşid. And olsun Rəşid bəyin qəbrinə, hərgah Mahmud övrətinin sözünə baxıb bir qeyrətliyi qəbul eləsə, mən onu bir də oğul deyib çağırmayacam. Ölüb ya itmiş hesab eləyəcəm. Mənim oğlum gərək mənim özümə oxşasın. Bir qeyrət oğul mənə lazım deyil. Yəni burada demək istəyir ki, Mahmud bir qeyrətdir. Rəşid əlimdən getdi, ölmədim. Mahmud gedəndə nə olacaq? Yəni burada deyir ki, Rəşid öldü, mən deyir heç nə olmadı, mən ölmədim ki, Mahmud öləndə nə olacaq? Deyir ki, Mahmud deyir ki, mənim özümü oxşamayandan sonra, yəni mənə çox da önəmli deyil də. Dünyada ömür eləmə, elədin qeyrətli, namusu əldən vermə, vəssalam. Mahmud bəy daxil olub deyir: Nə buyurursunuz?
Rüstəm bəy deyir: Mahmud, sənin məhəbbətin məni vadar elədi. Mən də gedib düşmən qızın gətirdim, cəbrən və evimdə gəlin etdim. Deyir ki, yəni düşmən qızı, yəni Heydər bəyin qızı Gülpərini sən deyir sevib evlənmisən və mən də həmin o qız, yəni düşmən qızıdır. Deyir o qız bu evdə qala bilməz də, yəni. Gəlin edib və mən öləndə sonra dövlətimə şərik. Demirəm pisdir, göyçək deyil, ağılsız, kəmalsızdır. Deyir göyçək deyil, ağılsız, kəmalsızdır. Amma düşmən qızıdır. Və bu düşmənçilik ki, bu saat bizim aramızda var və həmişə olacaq. Gülbahar mənim evimdə qala bilməz. Deyir ki, Gülbahar mənim evimdə qala bilməz. Əvvəla müsibətdən gələn qızı düşmən qapısından geri qaytarmaq özü bir böyük müsibətdir. Gülbahar gərək getsin. Burada deyir Gülbahar getsin. Qandın ki, tələbim nədir? Səndən cavab gözləyirəm. De görüm, sözün nədir? Mahmud bəy deyir: Məni bağışlayın, atam. Hərgah məhəbbət, necə ki buyurursunuz, sizi vadar elədi, gəlin barəsində cəbrən iş görməyə. Ola bilərmi ki, haman məhəbbət mane ola ikinci cəbrə və zülmə? Rüstəm bəy deyir: Ola bilməz. Daha sonra ikinci təklifini edir. Hazırsanmı? Heydər bəyin evin tarmar eləməyə, deməli, Heydərin evin tarmar eləməyə, yurduna bayquş utmağa. Yurdunda deyir ki, bayquş ulatsın. Rəşid bəyin qanını almağa. Mahmud bəy deyir: Sahib ixtiyarsınız, yəni ixtiyar sənindir. Amma Fəxrəddin bəyin haqqında doğrusu insaf yol vermir. Çünki o biçarə bir təqsirdir və özü o vaxt burada olmayıb. Yəni bu deyir ki, buradan belə başa düşürük ki, Mahmud bəy müsbət obrazdır. Həmçinin də deyir ki, burada Fəxrəddinin heç bir günahı yoxdur. Lap həmin vaxtı, yəni Rəşidin ölümü zamanı heç özü burada olmamışdı. Yəni onun nə günahı var ki? Rüstəm bəy deyir: Hay, Mahmud, mən elə qabaqcadan bilirdim sənin cavabın budur. Heyf sənə Rəşid, yaraların sübut edirlər ki, düşmənə asanlıqla can verməmisən. Bir çarə oğul, belimi sındıran oğul. Mahmud bəy: İnanın atam, Rəşid bəyin müsibəti necə ki sizin rahatlıq vermir, elə mənim də özümə. Ancaq atam, Allah xatirinə məni vadar eləməyin, nahaq qan tökməyə və zülm etməyə. Rüstəm bəy deyir: Kifayətdir, gedə bilərsən. Mahmud bəy gedə-gedə, yəni burada Mahmud bəy Rüstəm bəylə dialoqunda demir. Lakin o gedə-gedə deyir ki, belə ki sən başlamısan öz evində bayquş ulayacaq. Deyir ki, sən başlamısansa deməli sənin evinin özündə bayquş ulayacaq. Rüstəm bəy başlayır tək danışmağa. Rəşid, qanunu yerdə qoymaram. Yoxsa oturduğum yerdə sinəm partlayıb bağrım çatlar. Bir qaranlıq gecədə gedələrin götürüb gedərəm, od vuraram evlərinə, taylarına və çölə çıxanı güllə baran edərəm. Rəşid, yəni burada deyir ki, evlərinə od vuracam, çölə çıxanların da hamısını güllə baran edəcəm. Bilsəm ki, evim tarmar olacaq, yurdum itəcək, yenə sənin qanıvu yerdə qoymağacam, oğul. Evlərini Qars qalası eləsələr də, 100 nəfər adam da orada olsa, yenə gərək mən intiqamımı yerdə qoymaram. Mən 2 etibarlı nökərim, mənə 2 etibarlı nökər, Cahangir bəy, yoldaşları kifayətdir. Vay Mahmud, deyir gedir. Gülbahar xanım daxil olub. Uy, ay qardaşlarım, uy, yazıq atamın evi. Qulaqlarım kar olaydı. Mən bugünə əhvalatı eşitməyəydim. İndi mən neynəyim Allah? Dərdimi kimə deyim Allah? Kağız yazıb kimdən göndərim? Nə tövr onları xəbərdar eləyim? Ağlım çaşır Allah. Mən Fəxrəddinin ölümünə tab eləyə bilmərəm Allah. Uy yazıq qardaşlarım, yetim canım, yazıq canım, qərib canım, sizə qurban. Ölüm mənimdir Allah. Daha sonra Sadət xanım daxil olur içəri. Gülbahar, nə olubdur Gülbahar? De görüm, nə olubdur? Səsini çıxart, Allah xatirinə məni qorxuzma. Gülbahar xanım deyir: Müsibət yerdən göyəcən. Sadət canım sənə qurban. Bağrım çatlar, aman gündür. Sadət xanım deyir: Gülbahar, sən məni həqiqətən qorxudursan. Allah xatirinə tez ol, sözünü de. Gülbahar xanım deyir:
Sadət, insaf məqamında sənin atan mənim atam ilə düşməndir. Aha, deyir, sənin atan mənim atam Heydərlə düşməndir. Sənin atan mənim əmmilərimi nahaqdan diyar saldı. Mənim atan sənin qardaşını öldürdü. Sənin atan mənim atamı belədir. 3 qan bunlar elədilər, bir qan mənim atam. Görək bundan sonra Fəxrəddindən təqsiri nədir? Yəni deyir ki, sənin atan 3 nəfəri belə elədi, amma mənim atam 1 nəfəri öldürdü. İndi deyir burada Fəxrəddinin günahı nədir ki, yəni onu da öldürməyi bahis eləmək istəyirsiniz? Görək bundan sonra, sən istəyirdinmi ki, Fəxrəddini? Oy, dilim ağzım qurusun Allah. Səadət xanım deyir. Fəxrəddinin başından bir tük əski olunca mənim gözlərim kör olsun. Gülbahar, Allah xatirinə, görək danış görüm, təzədən qəza başımızda nə gətirmək istəyir? Gülbahar xanım deyir, bu saat mən eşitdim, Allah heç bacılara göstərməsin. Rüstəm bəy nökərləri ilə məsləhət görürlər ki, bir qaranlıq gecədə gedib mənim atamın evini yandırsınlar və çölə çıxanı gülləbaran edəsinlər. Fikirləri Fəxrəddini öldürtməkdir. Fəxrəddin 3 ay deyir ki, Almaniyadan gəlibdir. Biz burada Gülbaharın dilindən bilirik ki, Fəxrəddinin Almaniyadan gəlməsi heç 3 ay deyil. Deyir, mən onu görməmişəm. Belə zülüm olarmı ki, bundan başlamaq istəyirlər? Səadət xanım deyir, uşaq olma, səbr elə, bu saat. Hürü nənə, ay Hürü nənə, deyə çağırır. Ancaq təvəqqə edirəm, tərəfdarında təqiq olmasın və özünü arxayın saxlayasan, eşidirsənmi? Hürü daxil olur. Belə nə var, Hürü nənə sizə qurban. Səadət xanım deyir, Hürü nənə, bu saat evdən xəlvət çıxırsan, düz Fəxrəddin bəyin yanına. Burada bunu yollayan Səadətdir. Təkcə özünə deyirsən ki, bizim qırılmışlar sözü bir yerə qoyublar ki, gedib onların evlərini bir qaranlıq gecədə yandırsınlar və çölə çıxanı gülləbaran etsinlər. Və bu işdən ötürü Cahangir bəyi də köməyə çağırmaq istəyirlər. Fəxrəddinlə təvəqqə eləyirəm, bu xarabı vilayətdən baş götürüb getsin. Qalmasın bu dağılmışda. O ki qaldı mənim fikrimi çəkməsin. Onun hər yerdə olsa salamatlığı məndən ötürü kifayətdir. Mən ölünəcəm bir vəfalıq eləməyəcəm. Nə qədər canım sağdır, bu canımı onun yolunda qoymuşam. Daha sonra Hürü nənə deyir. Bircə bu kişiyə denən gərək, ay biman. Bu Fəxrəddin haman Fəxrəddindir ki, qızın Səadəti 6-7 il oxudub, tamam vilayətin gözü eləyib, indi bu da onun əvəzidir. Ay biman, ay başı batmış Rüstəmə deyir. Hərgah Səadət bu qədər oxumasaydı, o da olardı bizim tayımızın biri. Yəni deyir, Səadət oxumasaydı bizim tayımız olardı. Fəxrəddin Səadəti oxutdur. Deyir, onun əvəzi də yəni budur ki, yəni onu öldürtməklə əvəzləyirsən. İndi bax gör ki, Səadət dildən, ağızdan düşmür. Səadəti bu məqama yetirən Fəxrəddin deyil. Tfu. Yox olasan, sən murdar olasan, sən. Yandım, töküldüm. Mahmud bəy daxil olub. Nədir yenə? Ay Hürü qarı. Dərvişlik eləyirsən. Hürü, nə olacaq? Dəli qudurmuş atan təzədən yenə çarxı xoruz kimi girib meydana qoymaz, görək dərdimiz nədir? Mahmud bəy, əhvalatdan xəbərdaram deyir. Ancaq qorxmaq lazım deyil. Mən ölməmişəm ki, qoca təzədən müsibət gətirər, bilsin bizim başımıza. Elə fikirləri mən pozaram. Qoymaram, əmələ gələ, arxayın olun. Səadət xanım deyir, qardaş, biz heyvan deyilik. Biz insanıq deyərlər, bizə insan deyərlər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək. Atamızın bir ayağı qəbirdədir. Lazımdır ki, biz buna mane olaq, onun vəhşi işlərinə. Nə olubdur axır, bəs deyil? Mahmud deyir. Mən ölməmişəm ki, siz təşvişə düşürsünüz. Qoca kişidir, danışır, yorulub oturar. Bəri gəlin, gedək bağçaya. Səadəti, Gülbaharı qocaqlayıb aparır gedirlər. İkinci məclis. Vaqe olur, bu səfər isə Fəxrəddinin evində. Deməli, birinci məclis olur Rüstəm bəyin evində, ikinci isə Fəxrəddinin evində. Fəxrəddin bəyin bu səfər isə tək monoloqu ilə başlayır. Mənim ağlım heç kəsmir ki, kar-ı xeyirlər bizim molla demişkən. Bu tezliklə tamam eləydi. Allah qoysa 1-4 ilin içində bağda hazır olar və onun mədahil məktəbxana və azarxanaya kifayət edər.
Məndən artıq xərc istəməz. Sonra Səadət xanım qolları çirməkli dəstə Hacar belində gecə-gündüz əlləşməklə cənab Fəxrəddin bəy də özü həmin bağban, həmin dirlikçi, həm məktəbdə müəllimdir. Burada deyir ki, Fəxrəddin özü bağban, dirlikçi və müəllimdir. Pis ömür deyil. Həriyə qəza bivəfalıq eləməsə. Görək Allaha pənah. Hacı Murad çağırır. Hacı Murad daxil olur. Hacı başlayır deyir. Hacı Murad deyir. Nə buyurursunuz ağa? Fəxrəddin bəy deyir. Nə var nə yox Hacı Murad? Həkim mənzillərdən razıdırmı? Mollanın keyfi necədir? Hacı Murad deyir. Molla uşaqları dərsdən sonra uşaq kimi oynadır. Molla uşaqları dərsdən sonra uşaq kimi nə edir? Oynayır. Daha sonra həkim mənzillərdən çox razıdır. Ələlxüsus övrəkti inəkdə ki, gəlibdir, şadlıqlardan bilmirlər neyləsinlər. Molla çox yaxşı oğlandır. Fəxrəddin bəy deyir. Çox yaxşı. Təhəng çubuqları da ki, vüsul oldu. Hacı Murad, bəli ağa, 2 ərəbə çox təmiz çubuqlar. Fəxrəddin bəy, çox pakizəm. Sübh tezdən hamısını bastırarsan, nə qədər fəhlə lazım olsa bağbana deyərsən. Gətirsin, əlavə şagirdlərin hamısını çıxardarsan kömərəyə. Çubuqları artıq saxlamaq yaxşı deyil. Hacı Murad, baş üstə, ağa. Molla özü hazırlaşıb əlləşməyə. Hacı Murad baş vurub gedir. Fəxrəddin bəy tək monoloqu olur. Deməli, hər iş öz yolundadır. Şükür Allaha. İndi bir qalıb Rüstəm bəylə barışmaq. Əslində Fəxrəddin bəyin məqsədi nədir? Rüstəm bəylə barışmaq. Bilmirəm onu nə tövr eləyəcəm. Dünyanın hər bir işi zəngi məğlubədir. Amma vəhşi nadanlıqla zəng etmək mümkün deyil. Neynəmək? Çünki oldun dəyirmançı, çağır gəlsin dən Köroğlu. Burada biz bir məsəl görürük və məsəldə Köroğlunun adını çəkir. Bu Köroğlunun məsəlini kim deyir? Təbii ki də Fəxrəddin bəyin özü. Daha sonra Mələk xanım və Şahmar bəy daxil olurlar. Mələk xanım bayaq dedik ki, kimdir? Fəxrəddinin anası. Deməli, oğul, atanın canı ağzından çıxanacan Fəxrəddin deyib çağırdım. Güllə deyəndən sonra onun dırnaqları ilə çotan kimi eşdiyi yeri görsəydin, ağzından bir qarış çıxan kömür kimi qaralmış, dilin göysəydin. Uy Heydər, uy Heydər. Mənə köməksiz qoyub gedən Heydər. Gözlərim kör olaydı, səni o halda görməzdim. Fəxrəddin bəy deyir. Xudaya, gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfək ki, bir nahaq bimana işdən ötürü bu mərtəbədə müsibətlər, düşmənçilik bəhəm eləmiş. Vallahi deyirəm, belə hərəkətləri dürüst fikir verəndə belə görünür ki, güya biz müsəlman tayfalarının üstə göydən lənətləmə yenib ki, işığa çıxa bilməyəcəksiniz, həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə bir-birinizi tərəf edəcəksiniz. Aşkar görürəm, sübut uzaqda deyil. Mən buraya gələn 3 ay deyil, bu 3 ayın ərzində 200 adam dəxidə artıq elə bizim ətrafda bir-birini tərəf edibdir. Yəni deyir, mən heç burada 3 aydır gəlməmişim, amma deyir ki, nə qədər insan bir-birini deyir öldürüb. Məgər bu vəhşi nadanlıqdan deyil, insaf yox, mürüvvət qanacaq, tərbiyə yox. Məgər şəriət bizə göstərən yol budur, insaf məqamında durun. Anacan, qardaşım axır mənim atam Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləmişdi. Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır. Sizə nə insaflan işi biz bir göz ilə baxırsanız. Yəni deyir ki, mənim atam deyir orada onun oğlu Rəşidi öldürüb, deyir ki, mənim atamın ölümü bizi yandırır, onun da oğlunun ölümü onu və qardaşlarını yandırır. Mələk xanım deyir, oğul, 5 il üzü qibləyə namaz qılıb, Allahı çağırıb, yolunu gözləmişəm. İndi sən də belə edirsən. Burada görürük ki, Fəxrəddin 5 ildir ki, Almaniyada təhsil alır. Fəxrəddin bəy, çox uzun danışdı. Kifayətdir. Mənim axır sözüm budur ki, mən cəllad deyiləm. Adam öldürəm, ya öldürtdürəm. Hərgah mənim özümü öldürtmək istəyirlər. Neynəmək? Qoy öldürsünlər. Mən bir can borcluyam.
O ki qaldı Səadətə, onu məndən birəcəl ayıra bilər. Sizdən çox təvəqqə edirəm ki, Səadət barəsində dəqiq artıq bu evdə söhbət olmasın. Kifayətdir. Mələk xanım, kifayətdir, kifayət olsun. Eybi yoxdur. Dur gedək oğul deyib Şahmar bəylə Allah barı səni mənə çox görməsin. Dur gedək deyir. Şahmar bəy, bəli, məlum şüd. Buyurun gedək ana deyib gedirlər. Buna gələndən sonra Fəxrəddin bəy tək danışır. Qəribə şey düşmüşəm, and olsun Allaha. Deyir ki, kəsavət mədə ilan mənə ağıl öyrətmək istəyirlər. Canım, 5 gün deyik bu vəhşi tayfanın içinə gəlmişəm, az qalıbdır ki, məni cəllad eləsinlər. Xudaya, gör mən nə dərd çəkirəm, bunların fikri nədir? Tüfu, xaraba qalsın ölkə, heyf səni gözəl şəriət, heyf səni gözəl İslam. Hürri kişi libasına daxil olur, deyir. Fəxrəddin bəyə, xoflu, kimsən, nəçisən? Burada nə işin var? Hürri bəy deyir. Qorxma, Hürri nənə sənə qurban, mən. Belə sənin qoca Hürri nənənəm. Fəxrəddin bəy deyir. Gecənin bu vaxtında bu libasda nə olub Hürri nənə? Allah xatirinə tez mənə halə elə. Hürri nənə, qorxma, canım sənə qurban. Hələ qoy bir nəfəsimi alım səndən sabah. Yaxında adam yoxdur ki, Fəxrəddin bəy deyir. Heç kim yoxdur. Bircə de görüm Səadət salamatdırmı? Nə iş ittifaq düşüb? Hürri deyir. Salamatlıq a başına dörüm. Bizim o mürdəşir üzün yumuş Rüstəm bəy, məlum oğlu, məlum. Hazırlaşıb sizin evə od vursun, gecə vaxtı və çölə çıxanı yanğın işığına gülləbaran eləsin. Bir dəli qudurmuş Cahangir bəy də var. Bilmirəm, onu tanıyırsan ya yox, o da Səadətdən ötürü dəli divanədir. Kişi istəyir onu da gəlib köməyə bu evin adamlarına cəmən qırsın. Rüstəm bəyin tədbirini Səadət xanım və Gülbahar xanım bilib təşvişə düşüblər. Məni də göndəriblər xəbərə. Fəxrəddin bəy deyir. Nahaq təşvişə düşüblər. Rüstəm bəy mənə heç zad eləyə bilməz. Ancaq təəccüb buradadır ki, mən hazırlaşmışdım gedim Rüstəm bəyin qulluğu şərəfinə bu düşmənçiliyi aradan götürməkdən ötürü. İndi ki belə oldu, neyləmək lazımdır? Sərhesab olmaq. Məni xəbərdar eləməkdən yaxşı iş görmüsünüz. Biçarə Səadət yəqin əziyyət çəkir. Hürri deyir. Səadət xanım biçarə özünü öldürür, deyir Fəxrəddin bu vilayətdən baş götürüb getsin. Aman günüdür. Qoy deyir dünyayı aləm hər nə müsibət var mən çəkim. Fəxrəddinin başından bir tük əskik olmasın. Fəxrəddin bəy deyir. Mən bir işlə çox böyük səhv eləmişəm Hürri nənə. Gərək Səadəti düz aparaydım Almaniyaya, qalardıq orada və bir belə zəhmət çəkməzdik. Bu vəhşi tayfanın nahaq bir insaf, bir müravət işlərini görməzdik. İndi görək Allah nə istəyib. Hürri deyir. Fəxrəddin, canım sənə qurban. Mənim buraya gəlməyimin gərək heç kim bilməsin. Çünki məlun oğlu məlun bizi diri-diri boğar, dar ağacına çəkər. Aha, burada deyir ki, Hürri nənə, mənim bura gəldiyimi heç kim bilməsin. Əgər deyir ki, Rüstəmgil bilirsə, bizi diri-diri boğar və bizi dar ağacına asar. Daha sonra deyir. İndi mən getdim qurban sənə. Səadət xanım təvəqqə eləyirdi ki, burada qalmasın və gedəndə məni görməmiş getməsin. Hürri gedir. Fəxrəddin bəy deyir. Rüstəm bəy intiqam almaq istəyir, neynəmək? Belə vay ellik ilə gələn vaydır. Rüstəm bəydə günah yoxdur. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər. Ağsaqqal, Rüstəm bəy, mənim təqsirim nədir ki, məni öldürmək istəyirsən? Bir təqsir, Xudaya, mən ölümdən qorxmuram. Qüdrət sənin əlindədir. Amma Rəvva deyir ki, mən bir belə zəhmətdən sonra öz mətləbimə çatmamış, arzularıma yetməmiş, cavan bir cəza-sifət adamın əlində bir təqsir bədacıdır. Fikrə gedir. Daha sonra isə 4-cü, 3-cü məclis olur. İkinci hissədə onu danışacağım.